Son illərdə Gürcüstanın demoqrafik mənzərəsində ciddi dəyişikliklər baş verir. Ölkə həm doğum səviyyəsinin kəskin azalması, həm də əhalinin sürətlə yaşlanması ilə üz-üzədir. Rəsmi statistikaya görə 2014-cü ildən bəri doğum göstəriciləri 36% azalıb. 2024-cü ildə ölkədə cəmi 39.483 körpə dünyaya gəlib. Bu göstərici demoqrafik böhranın dərinliyini açıq şəkildə ortaya qoyur. Daha narahat edici məqam isə həmin il qeydə alınan ölüm hallarının 43.971 nəfər olmasıdır ki, bu da doğum sayını təxminən 4500 nəfər üstələyir. Əhali strukturunda da əhəmiyyətli dəyişikliklər müşahidə olunur. TBC Capital'ın Gürcüstanın səhiyyə sektoruna dair 2024-cü il icmalında bildirilir ki, ölkə sürətlə yaşlanan cəmiyyətə çevrilir. 65 yaşdan yuxarı şəxslərin əhalidəki payı 2013-cü ildəki 14,1%-dən 2024-cü ildə 16,2%-ə yüksəlib. Sosial münasibətlər sahəsində də sabitlik pozulmağa başlayıb. Siyasətçilər Dimitri Veli və Keti Turazaşvili bildiriblər ki, 2024-cü ildə 21.653 cütlük nikaha daxil olub, lakin eyni ildə 14.000 cütlük boşanıb. Onların sözlərinə görə son 10 ildə ailə qurmaq meyli azalıb. Hər il orta hesabla 1200 cütlük daha az nikaha daxil olur. Statistika göstərir ki, 2013-cü ildə 34.700 cütlük evlənmiş, 8.000 cütlük boşanmışdısa, 2024-cü ildə evlənənlərin sayı 21.653-ə düşüb, boşananların sayı isə 14.000-ə yüksəlib. Bütün bunlarla yanaşı ölkədən miqrasiya axını da davam edir. 2021-24-cü illər ərzində 117.000 Gürcüstan vətəndaşı ölkəni tərk edib. Həmin dövrdə 124.000 xarici vətəndaş Gürcüstanda yaşamağa qərar verib.